Salam dəyərli izləyicilər. Bu gün çox maraqlı bir mövzu ilə sizin qarşınızdayım. Mövzumuz zənginlik əlamətləridir. Bir insanın zəngin olması müxtəlif əlamətlərlə görünə bilir. Bu əlamətlərdən biri də miras qalmaqladır. Əldə mirası görmək mümkündürmü? Təbii ki, mümkündür. Tablomuz üzərindən bu örnəyi davam elətdirmək istəyirəm. Deməli, həyat cizgimiz var, ağıl cizgisi var, baş cizgisi də deyilir və ürək cizgimiz də var. Bundan əlavə olaraq burada da qüdrət halqası çəkilir. Burada bu cizgidən gördüyümüz məlumatlar sırf insanın ailəsinin, yəni ki, valideynləri, qardaş bacılarına və s. və ilaxırı gördüyümüz yerdir. Əgər bunun üzərində belə bir üçbucaq olursa və yaxud da belə bir üçbucaq olursa, bu insan mirasa sahib olacaq deməkdir. Hansı yaşda və necə bunu saxlaya biləcəyimi, bilməyəcəyimizdə gördüyümüz yer həyat cizgisidir. Və eyni zamanda həyat cizgisi üzərində də və yaxud da baş cizgisi və kalp cizgisi üzərində də üçbucaqların olması bu da ki, qazancla əlaqəli əlamətlərdir. Bəs bunun necə olacaq və hansı yaşda olacaq da bu da insana görə özəl olaraq dəyişir.